Gəldik layout tabına, dizayn tabını keçirik, layout tabına keçirik. Burada select var. Select seçməkdir. Yəni kursorun dayandığı bir sales xanadır. Birinci xananı seçəcək. Yəni harda qoysam, dayansam oranı seçəcək. Vurdum, seçdim. Daha sonra burada var select column. Kursorun dayandığı sütun üzrə seçəcək. Select burada var row, sətr üzrə. Hamısını harda dayanmışamsa o sətr üzrə seçəcək. Bir də burada var select table, bütün cədvəli seçəcək. Əsas burada table'dan budur. Bilməli olduğumuz. O da çox da vaciblərindən deyil. Burada draw table qələmdir. Yəni qələmi aktivləşir hər hansı bir cədvəldə qələmdən çəkə bilirlər. Formada. Eraser pozandır. Pozandan istifadə edirəm. Sönmə yerinə qoyuram. Delete. Delete nədir? Delete cells, delete column, delete rows, delete table. Mən buraya indi rəqəmlər yazacağam və onları pozacağam bir-bir. Siz də baxarsınız. İndi dolduraq. Delete cells xana üzrə seçirəm. Delete shift cells left, yəni sola doğru siləcək. Ümumiyyətlə xananı da götürəcək. Kursor burada dayanmışdı və o xananı sildi götürdü. Ctrl Z ilə geri qaytarıram. Yenidən aktivləşdirirəm. Shift cells up. Yəni siləcək xanadakı məlumatı. Əgər mən kursora 6-da qoysam, 6-nı siləcək, 9-u yuxarı qaldıracaq. Amma xananı silməyəcək. Vururam və seçirəm bunu. 6-nı sildi, 9-u yuxarı qaldırdı. Daha sonra Ctrl Z edib geri qaytarıram və yenidən əmrə girdikdə delete enter rows. Bütün bu 6 olan sətr üzrə siləcək. 5-i də siləcək, 4-ü də siləcək. Ümumiyyətlə sətri ləğv edəcək. Bu şəkildə getdim. Geri qaytarıram. Yenidən gəlirəm. Burada var columns. Delete enter column. Bütün sütunu siləcək. 9-u da sildi, 6-nı da sildi. Ctrl Z ilə geri qaytardım. 3-ü də silmişdim. Daha sonra burada nə var? Insert above rows, yəni sətr əlavə eləmək. Özündən yuxarı, özündən aşağı, daha sonra özündən sola, özündən sağa sütun əlavə elədi. Bunlar sətr əlavə eləmək üçün, bunlar da sütun əlavə eləmək üçün istifadə olunur. Meltses xanaları birləşdirir. Seçdim, vurdum və xananı birləşdirdi. Split. Əgər mən istəyirəmsə, bu sətr üzrə və yaxud da ki, sətr üzrə müəyyən sayda mənə sütunlar lazımdır. İstəyirəm ki, bu sətirdə təkcə 3 sütun olsun. 1, 2, 3, 4, 5 dənə sütundur. Amma mən istəyirəm ki, 3 dənə olsun. Mənə bu lazımdır. Vurdum 3-ü, oku vurdum. Bunu böldü, 3 sütun elədi. Görünüşü bu formada alındı. Daha sonra split table var. Cədvəli 2 yerə bölüb bu şəkildə. Autofit burada ölçünü böyüdüb balacalaşdırmaqdır. Məsələn, burada seçdiyim bunlar. Böyüdüb balacalaşdıra bilirəm və yaxud da ki, enin uzada bilirəm. Bu şəkildə istifadə edə bilirəm. Distribute rows sətrin və yaxud da sütunun enin eyni məsafədə eləyir. Məsəl üçün, mən gəlib burada bunu qarışdırıram. Buradan seçilsin. Bunu belə bu şəkildə qarışdırdım. Bunu da belə bu şəkildə qarışdırdım. Və kənardan durub buranı seçirəm. Sətr üzrə, sütunlar üzrə vururam. Neyəsə bir olmadı. Orada metses var. Yaxşı, buranı eləyək. Buranı qarışdırım. Bu şəkildə. Seçdim. Baxın, bir bərabərləşdirdi və yaxud da burada bərabərsizlik yaradıram bu şəkildə.
Birini balaca, birini çox böyük eləyirəm. Və bunu buradan belə bu şəkildə seçirəm. Bu şəkildə seçirəm. Sətr üzrə bərabərləşdirdim. Vururam, sütun üzrə də bərabərləşdirir bu şəkildə. Hamısını bərabər bir boya gətirir. Amma burada 3 dənə sətr olduğuna görə bu ona görə fərqləndir yuxarıdakılarla. Daha sonra burada nə var? Yazının mərkəzdə dursun. Mərkəzdə kənardan, sağ tərəfdən, mərkəzdən sol tərəfdən, bir sol küncdən, ortada, yuxarıda istiqaməti müəyyənləşdirə bilirəm. Yəni yeri müəyyənə, xanada hər hansı tərəfdə dayanmalıdır. Mən onu bu hissə ilə müəyyənləşdirə bilirəm. Daha sonra burada text direction var. Uzun əmrdirsə, yazıdırsa, mən onu bunu vuraraq bu fırlada bilərəm. Daha sonra burada Chelsea Emergence var. Bunun yazının bu çərçivənin xananın divarlarından nə qədər məsafədə aralı olmasını təyin edə bilərəm. Məsələn, girdim bura şəkildə artırıram, top yuxarıdan məsafə biraz aşağı olsun. Bunu məsələn 0 qoya bilərəm. Bunu da 0 qoyum. Sağdan soldan heç məsafəsi olmasın. Bir dənə yuxarıdan 0,6 sm məsafəsi olsun deyirəm. Baxın bu şəkildə. Məsafə, yəni buradan birləşmiş oldu. Daha sonra sortlama əmridir. Sortlama hal-hazırda mənim kompüterimdə işləməyəcək. Bunu nə üçün istifadə edir? Cədvəl daxilində A-dan Z-yə, Z-dən A-ya, asterisk A-dan Z-yə gedir. Desterisk Z-dən A-ya doğru sıralama gedir. Və yaxud da ki, rəqəmdirsə artma sırası ilə, azalma sırası ilə bunu təyin edə bilər. Daha sonra repeat hidden rows. Bu əmri işlətmək üçün bunları silirəm. Insertdən atıram. Bir 7 sətr olsun. 70-də, yox 7 sütun, 70 sətr olsun. Enter'ə vurdum. Əlavə elədik bu şəkildə. Və bunu bu şəkildə keçirirəm. Və başlıq təyin edirəm. Bura ad yazıram. Soyad yazıram. Ata adı. Yaş yazıram. Bu qədər kifayətdir. Bunu bu şəkildə seçib, ondan rəngləyə bilirəm. Biraz böyüdürəm ölçüsünü. Daha sonra hamısını böyüklə yazıram. Bu artıq burası sığmadı. Bunu biraz böyüdüm. Bu şəkildə. Daha sonra keçirəm. Buradan rəngləyirəm. Gəldik bu hissəyə. Repeat hidden rows nədir? Mən məsələn bunu kopyalayıb aşağı hissəyə atsam, Ctrl-C deyirəm, seçilib artıq bura. Burada gətirib kursoru vururam, Ctrl-V deyirəm. Aha, bunu elədim. Bura yazıram ki 1, burada yazıram ki məsəl üçün 50-ci səhifə sətirdəyim. Mən indi bunu artırmaq istəyirəmsə, tabı dayanıb buradan artırsam, bu şəkildə vursam, dedi artmadı. Və yaxud da bundan artıram. Bu ad soyadın yuxarı hissəsindən, baş hissəsindən artacaq. Amma mən istəyirəm ki, bu bir aşağı düşsün də. Bu aşağı, bu ad soyad tərpənməsin, ortada qalmasın. Ctrl-Z edib geri qaytarıram. Yəni ad soyadı da sildim. Bunu indi nə edirəm? Repeat hidden rows-u sətr artıq buradan seçilir. Vurdum, aşağı gəlirəm.
Bu şəkildə bu bura yerləşdi. Əgər mən buradan artırmaq istəsəm, bura 1 yazıram, burada 50 yazıram. Mən bunu artırmaq istəsəm, bunu vururam. Baxın, bir aşağı hissədən artacaq. Artıq bir aşağı düşdü. 3 dəfə vurdum, 3 dənə sətr əlavə elədi. Yəni bu mənim işimi rahatlaşdırır ki, ad soyad yəni dəyişilmədi. Necə istəyirəm başlıqda qalsın, o şəkildə də başlıqda qaldı. Eləcə buna 50 vərəq yaratsaz da, 50 səhifə, 50-sinin də başında, yəni repeat hidden rows-u vursuz, başında bu başlıqlar təkrarlanmış olacaq. Sonra burada var convert to text table. Bu nədir? Vərəq yazını cədvələ çevirirdi. Biri var idi. Bu isə cədvəli yazıla çevirir. Bu şəkildə buradan gəlib seçirəm. Yuxarı isə və yaxud da ki, yeni bir cədvəl yarada bilərəm. Insert-dən girək. Belə bir balaca bir cədvəl yaradım. Bu şəkildə yaratdım. Bura yazıram. Ad yenə. Soyad. Ata adı. Yaş. Adı olsun Əli. Əli nə yazar? Hüseyin. Ata adı olsun Kamil. Yaşı da olsun 18. Bu şəkildə yazdım. Getirəm. Buradan convert to text table. Cədvəlini seçirəm. Bunu vururam. Deyir ki, nə ilə ayırsın? Azəyə seçirəm. Yəni boşluqla ayırsın. Boşluğu seçirəm. Oku vururam. Bu şəkildə cədvəli yazıya çevirdim. Həmçinin bunu necə cədvələ çevirə bilərəm? Seçirəm bu hissəni. Gəlirəm insertə. Convert text to table var. Bunu vururam. Gəldim. Nə ilə ayırsın? Burada tab da var. Azə nə ilə ayırsın? Yenə boşluqlardan deyirəm cədvəl düzəltsin. Seçdim. Bu şəkildə yazını da cədvələ çevirmiş oldum. Formulada düsturlardır. Excel-də daha geniş bunu öyrədəcəm. Yəni buradan öyrənməyə ehtiyac yoxdur. Bu qədər.